Salam, hər vaxtınız xeyir. Bu ilki birinci şans blok imtahanı birinci qruplar üçün test izahlarına baxaq. Reaksiyada deyir tarazlığı HCO, CH3, yəni mürəkkəb efir alınması istiqamətə necə yönətmək olar? Baxırıq ki, mürəkkəb efirimiz sağ tərəfdədir. Yəni bizə sağa gedən hallar istəyir. Qarışqa turşusunu deyir çıxarmaqla. Hansısa bir maddənin qatılığını azaldanda, yəni çıxardanda həmişə çıxan tərəfə gedir. Çünki orada qatılıq azalır deyə ona görə az olan tərəfə gedir. Ona görə 1 olmaz. Çünki qarışqa turşusu sol tərəfdədir. İkidə deyir metanol əlavə etməklə. Metanol sol tərəfdədir. Nəsə əlavə eləyəndə onun əksinə gedir. Yəni çünki sağ tərəf azalır. Ona görə içini götürmək olar. Üçdə deyir mürəkkəb efiri çıxarmaqla, bəli, çıxardıqda elə öz tərəfinə gedəcək, sağ tərəfə gedir. Ona görə 3-ü də götürmək olar. 4-də deyir su əlavə eləməklə, sağ tərəfə su əlavə eləyəndə onun əksi sola gedəcək. Ona görə 4 olmaz. Cavab 2, 3, B variantıdır. 62-də deyir tərkibində peptid rabitəsi olan polimeri müəyyən edin. Peptid rabitəsi karbonla azot arasında olur. Yəni bu o deməkdir ki, içində azot olan birləşmə götürməliyik ki, orada peptid rabitəsi olsun. Məsələn, burada cavab zülal olacaq. Məsələn, lafsandır, polimetil metakrilatdır, polistiroldur, nişastadır. Bunların içində azot elementi yoxdur deyə karbonla da əlaqə yarada bilməyəcək. Ona görə C variantı olur. Zülalların içində glisin, alanin, yəni belə deyək də alfa-amin turşular olur. Alfa-amin turşularda da bir-birinlə birləşəndə zülallar əmələ gətirir və karbon hidrogen əlaqələnib peptid rabitəsi olur. 63-də deyir kaliumun su ilə reaksiyasından hansı maddələr alınır? 5 qardaş olan metallar kalium, natrium, litium, kalsium, barium. Bunlar su ilə gedəndə qərəvilər bir də hidrogen qazı ayrılır. Ona görə doğru cavab E variantı olacaq. 64-də deyir hansı maddənin tərkibində karbon atomu var? Bu çay sodasıdır. Çünki çay sodası natrium HCO3 yazılır. Onda tərkibində karbon var. Ona görə doğru cavab C variantıdır. Silan silisium H4'dür. Pirit ferrum S2'dir. Təbii cips kalsium SO4 var. 2 molekul sudur. Kvars kumu da silisium O2'dir. Onlar da ona görə yoxdur. 65'də deyir hansı reaksiyada qatı sulfat turşusunun xassəsini əks etdirmir. Heç vaxt qatı sulfat turşusundan hidrogen qazı çıxmır. O duru sulfatdan çıxır. Ona görə B variantıdır. 66'da deyir oksigen hansı metallara qarşı təsirdə olmur. Ən passiv, belə deyim də, passiv metallar var idi. Onlardan məsələn kuprum oksigendən gedir. Amma ehtiyatlı oluruq gümüş, qızıl, platin. Bunlar oksigenlə reaksiyaya daxil olmur. Ona görə doğru cavab C variantıdır. 67'ye baxırıq. Burada HXO3 verib. Bir də XH3 verir. Məsələn, elə XH3-dən tutmaq olar ki, bu azot elementidir. Həm NH3 əmələ gətirir, həm HNO3 turşusu. Ona görə E variantı olacaq. Sonra gəldik 68-ə. 460 qram suda 40 qram natrium hidroksid əldə edilib. Alınmış məhlulda natrium hidroksidin kütlə payını hesablayın. Kütlə payını hesablayanda həll olan maddə 40-dır. Bölürük ümumi məhlula, yəni ikisinin cəminə 460 plus 40. Bu da eləyir 40 bölünsün 500 vurulsun 100. 500'ün 2 sıfırına 100 gedir. 40'ı 5'ə bölürük. Doğru cavab eləyir 8. 69'a deyir hansı maddə molekulunda kimyəvi rabitələrin yaranmasında 6 elektron iştirak edir. Yəni gərək 3 dənə rabitəsi olsun ki, 3 rabitənin yaranmasını 6 elektron işlənsin. 3 rabitədə olan bir dənə azot olur. N2 olur. Yəni burada N2'dir. Ayağı pozulubdur. 70'də deyir verilmiş birləşmənin molekulunda neçə ədəd dörtlü karbon atom var? Dörtlü odur ki, ətrafdan 4 dənə karbona birləşsin qonşu. Baxın, biri budur. 4 dənə ətrafdan karbona birləşir. Biri də budur. Cəmi 2 dənə B variantıdır. 71'də deyir hansı kimyəvi birləşmədə elementlərin kütlə nisbəti düzgün göstərilir. Bir bunu yoxlamaq lazımdır. Məsələn, H2-si yoxlayıram. Hidrogen 2 qram, kükürt 32 qram. İxtisar edirəm 16'nın 1 olur. Yəni bu səhvdir. B-də sudur. 2 qram hidrogen, 16 qram oksigen. İxtisar edirəm 1'in 8'ə. Bu da səhvdir. Dəm qazı C10'u tapırıq. Karbon 12'dir. Oksigen 16'dır. İxtisar edirəm 4'ə ixtisar etsəm 3, 4'ə ixtisar etsəm 4. 3'ün 4'ü bəli. Doğru cavab burada C variantı. Variantlar pozulubdur. Yəni C variantı olacaq. 72'də deyir E'ni hesablayın. Baxın, tənasibi bizə necə veribsə elə qurmaq lazımdır. 18,5 qrama, baxın, öz verdiyi tənasibi qururam. 0,5 enad. Bir də bunun altını biz doldurmalıyıq. Baxın, 18,5 maddənin ümumi kütləsidir. Ona görə biz də aşağıya gərək onu yazaq. Karbon 12'dir. 12N üstə gəl. Hidrogen 2N üstə gəl. Oksigen də 2'dən olduğu üçün 2'ni 16'ya vururuq 32.
Qramın altında öz qramını yazdıq. Bəs 0.5-in altına nə yazaq? Baxın, oksigen atomlarının sayıdır. Maddənin də içində 2 dənə oksigen var. Onda yazırıq 2Na. Vəssalam. Buradan tənasüb əldə edirik. Vergüllər gedir. Buradan olacaq belə. Bunu silək. Bunları hesablasaq 14n plus 32 bərabərdir. 5 məxrəcə düşür. 185 vurulsun 2. Bu 5 ilə buna aparaq. 3 dəfə 5'imiz 15. Oradan qalır 37. 37'ni də 2'yə vururam. 2 dəfə 7, 14. 1 yadda 74. 14n bərabərdir. 74'dən 32 çıxıram. 72, 42. N də bərabərdir 3. Doğru cavab D variantıdır. 73'də deyir, hansı reaksiyadan mis alınır? Elə A variantından alınır. Buradan alınır kuprum, bir də su. Hidrogen misi çünki sıxışdırıb çıxarır pasivdi deyə. A variantı olacaq. Məsələn, B'dən alınır kuprum O plus su. D'dən alınır kuprum SO4 plus su. C bəndən alınır, yəni kuprum karbonatın parçalanması. Kuprum O plus CO2. Burada da yəqin ki kuprum nitratdır. Oradan alınacaq kuprum O, NO2, O2. 74'də deyir, natrium OH suda məhlulun elektrolizi zamanı. Gəlin onu elektroliz eləyək. Baxın, belə suallarda uzun-uzadı yazmağa ehtiyac yoxdur. Asan yolu belədir. Natrium 5 qardaş olan metalların katodundan H2 qazı çıxır. Deməli, bu katodundan H2 çıxacaq. Anodundan oksigenli olduğu üçün OH. Həm oksigenli turşularda, həm OH-larda O2 çıxır. Baxın, katoddan, anoddan H2O2 çıxıbsa, deməli orada su elektroliz olur. Vəssalam, deməli suyun parçalanmasını yazırıq. Baxın, bu qədər. Heç qalan nüanslara toxunmuruq. Deyir, anodda 50 ml qaz. Anodda oksigen ayrılıb. Üstünə yazıram 50. Bəs katodda deyir ayrılan qaz. Katodda da hidrogen ayrılıb. X aşağı yazıram 2. Burada yazıram 1. 22'da 4 yazmıram. Onsuz da burada da yazsam. Burada da yazsam ixtisar gedir. 2'ni də 50'yə vururum. Cavab edir 100. D variantı. Baxırıq 75-ci suala. Molekulunda deyir, bir ədəd 2 qat rabitə var. Bu birləşmə hansı polimeri əmələ gətirir? Burada yəqin ki C-in H6-dır. Ya da C3H6'dır. Yəni fərqi yoxdur. Burada biz baxırıq ki, bir ədəd deyir 2 qat rabitəsi var. Bir ədəd 2 qat rabitəsi varsa, bu polimer əmələ gətirəndə 2 qat rabitə qırılacaq. Məsələn, baxın, burada bu getdi, burada qırılmayıb getdi. Məsələn, burada yüksək ehtimal ki, C3H6 idi, səhv eləmirəmsə. Ona görə doğru cavab B variantıdır. Belə deyək də, proplende poliproplen əmələ gətirir. Ona görə 75'də doğru cavab olacaq B variantı. C2H6 ola bilməz, o alkan olur. Heç onlar polimerləşməyə daxil olmur. D variantı da olmaz. Çünki aromatiklərdə karbon sayına uyğun gəlmir. 6 dənə hidrogen olan. Gəldi 76'ya. Cədvələ əsasən fosforun X, Y və Z turşularını adlandırın. Atomların sayı deyir 5 dənədir, 8 dənədir, 13 dənədir. Yəni ki 13 dənə olan ən çox olan pirofosfat olacaq. Yazaq yoxlayaq. H4, P2, O7. Bu atomların üçünü də cəmləyirik. 13'dür, bəli, doğrudur. O biri yəqin ki orta fosfat olacaq. H3PO4. Bəli, burada da 8 dənədir. Metafosfatda da HPO3'dür. Bəli, burada da 5 dənədir. Doğru uyğun gəlir. Metafosfat, orta fosfat, pirofosfat D variantıdır. 77'də deyir 3 qram alkanı tam yandıqda 8.8 qram karbon qazanılır. Alkanların ümumi formulu CnHCN+2'dir. Baxın, ümumi yanmaq reaksiyasını yazmırıq. Vaxtımız getməsin. Bizə lazımdır vaxtda qənaət edir. Buradan alınır en sayda karbon qazı. Buraya yazıram 3 qram, buraya yazıram 8.8 qram. Aşağı yazıram 14n plus 2. Karbon qazın altını da yazıram 44n. İndi o tənasübdən N'ni tapacağız. Çünki bizə alkanın formulunu istəyir. Silək. Tənasübdən 3'ü 44'ə vursa, gəlin bunu işimizi asan eləmək üçün 14n plus 2 bərabərdir 8.8. 44'den vurulsun 3. Əvvəl ixtisarlarımızı aparaq, işimiz rahat olsun. 32'yə bölürəm 15n. 14'den 15'in yanına keçirdirəm. Elə n qalır. N də bərabərdir 2. Vəssalam. Elə bu qədər sadə. C2H6 B variantı. 78'də deyir, etilen və etanı hansı maddəni suda məhlulla fərqləndirmək olar? 2 qat rabitəli maddəni alkanlardan fərqləndirmək üçün ya kalium permanganat ya da bromlu sudur. Bizə də kalium permanganatı verib D variantı olacaq. Gəldik 79'a. Biz əvvəl C3H6 maddəsini yandıracağıq. Çünki ola bilər ki, özünü əmsal da düşsün. C3H6'nı oksigende yandırırıq. Üzvü maddələr yanında alınır karbon qazı su.
əmsallaşdırsaq, deməli bura 3 düşsə, yox 3 düşəndə orada suya qabağına 3 yazsam kəsirlə olacaq. Onda bura 2 yazıram, bura 6 yazıram, burada 6 yazıram. Əsas heç oksigeni gedib eləmirəm, ehtiyac da yoxdur. Bizə deyir ki, C3H6-nın yanma stili 1440-dır. 0,4 mol. Biz indi yanma stili 1440-dırsa, bunun əvvəl istilik effektini tapaq görək nə qədərdir. Baxın, bunun yanma stili 1440. Yanma stilini tapanda nə edirik? Baxın, istilik effekti Q-dür. Q bərabərdir. Yanma stilini tapanda istilik effektini, daha doğrusu yanma stilini tapanda istilik effektini bölürük yanan maddənin əmsalını 2-yə. İndi bu da bizə deyir, yanma stili 1440-dır. 1440-ı yerinə yazıram. Deməli, istilik effektini tapanda 2-ni 1440-a vuracam. O da elə 2880. Həqiqətən baxın, istilik effektini 2-yə böləndə yanma stilini alırıq. İndi bundan sonra gedib tənasübümüzü eləyəcək. 0,4 mol verib C3H6-nı. Deyir, yanmasından ayrılan istiliyi tapın. 0,4-də X-dir yanma stiliyi. Özünə 2 mola isə 2880-dir. Baxın, bu tənasübdən istilik effektini tapacaq. 0,4-də X-dirsə 2 mola da 2880. 2 ilə 0,4 gedir. Qalır 0,2. Bu vergüllə bu gedir. 288-də 2-yə bölün. 576 E variantı olur. Gəldik 80-ci suala. Bu hissəni siləyib bizə mane olmasın. Bizə deyir ki, 80-də N2 ilə H2-nin reaksiya aparırıq. Alınır NH3. 2, 3. Bizə deyir, N2 1 mol götürülüb. Hidrogen amma 4 mol götürülüb. Baxın, 1 mol azota normalda 3 mol hidrogen sərf olunur. Bu deməkdir ki, 4 moldan 3-ü sərf olunanda 1 mol hidrogen artıq qalacaq. Kənarda saxlayaq. Bizə deyir, maddələrdən biri tam sərf olunur. Yəni, azotdur tam sərf olunan. Neçə qram deyir, ammoniyak alındığını hesablayın. Elə 1 mol azot sərf olunanda bizə onsuz da artıq qalan lazım deyil. Sərf olunanda baxın elə 2 mol ammoniyak alınır. 2 mol ammoniyak da 217 qramına vururuq. Eləyir 34 qram. Doğru cavab E variantıdır. Məsələn, bu qədər. Yəni bunu 4-ü verib ki, bəzən uşaqlar gedir o 4 moldan hesablama aparır. Yəni, bir növ çaşdırmaq üçün də. Yəni ehtiyatlı oluruq ki, baxırıq azot 1 moldursa elə deməli azotla da hesablaya bilərik. Tam sərf olunan odur. 81-də deyir hansı maddə? CnH2n-2 deyəsən formuluna uyğun gəlir. Hə, elə olacaq. Çünki CnH2 ola bilməz. Bunlar CnH2-nə uyğun gəlir. Bu da CnH2 plus 2-dir. Yəqin bu da olmaz. CnH2 minus 2-dir yüksək ehtimal. Ona görə B variantı olacaq. Alkinlər. 82-də deyir hansı sxemdə X maddəsi nitrat turşusudur. Məsələn, A variantında nitrat götürsək, kalsium oradan NO2 götürür, hidrogen də oksigen götürür, su alınır. Elə A variantı olacaq. Məsələn, B variantında karbon qazı NH3 ilə gedəndə silik cövhəri alınır. Ona görə X ammoniakdır orada. C-də NH3, oksigende yananda NO alınır. Bu da getdi. D variantında natrium karbonat NO2 ilə gedəndə 2 dənə duz verir. Yəni nitratla yox. E variantında kalium OH deməli nitrat turşusundan yox. Getsə belə alınmır. Oradan alınardı kalium NO3, bir də su. Ona görə bu da uyğun gəlmir. A variantı olur. 83-ə gəldi də reaksiya təndə reduksiya edicinin əmsalını, oksidaşdırıcının əmsalına olan nisbətini hesablayın. Hə, belə sualları tez bazar eləməyin yolu budur. Fosfor baxın bəsit haldadır. P2O5-də 0-dan gəlib, fosfor 0-dan gəlib 5-ə. Yəni o deməkdir ki, 5 elektron. Qeyd edirəm ki, fosforun 5 elektronu. Kalium xloroiddə xlor 5-dir. Necə tapdı? Oksigen mənfi 2-dir. 2-ni 3-ə vururam 6. 6-dan 1 kaliumu çıxıram. Xlor 5 edir. 5-dən gəlir xlor mənfi 1-ə. Xlor da müsbət 5-dən xlor mənfi 1-ə gələndə biz həmişə elektron tapanda soldan sağa çıxır. 5-dən mənfi 1 çıxanda 6 edir. Deməli, xlor üçündə 6 olacaq elektron. Axı, elektron balansını quranda yerlərini dəyişirik. Onda gəlib 6 düşəcək xlorların qabaq. 6 üzr istəyirəm. 6 gəlib düşəcək yerlərini dəyişəndə fosforların qabağına. Onda 6-nı bura yazdıqsa bura 3 yazaq gərək. Çünki 3 2-yə vuranda 6 fosfor eləsin. 5 də gəlib düşəcək xlorun qabağına yerini dəyişdiyimiz üçün. 5 bura, 5 də bura. Bu da bizə deyir ki, reduksiya edicinin əmsalını, oksidaşdırıcının əmsalına olan nisbətini tapın. Reduksiya edici maddə oksidləşib üstü artanda fosfordur. Yəni 6-nı bölürük. Oksidləşdirici də üstü azalanda reduksiyonu kalium xloroiddir. 6-nı da 5-ə bölürük. 1 tam eləyəcək
6-nı 5-ə böləndə 1,2. Məsələn. 84-ə gəldik. 84-də x, y elementləri verib A plus B cəmini istəyir. Bu da çox asan bir sualdır. Kütləsi 16-dır. Protonu 8. 16-dan 8 çıxırıq. Neytron tapırıq 8. A bərabərdir 8. Kütlə 31-dir. Neytron 16-dır. Yenə kütlədən neytronu çıxırıq. Protonu B-ni tapacaq. B bərabərdir 15. Bizdən də A plus B cəmini istəyir. Bunları cəmləyirik. Eləyir 23 doğru cavab. Aha, burada bizə aldehidlərin formulunu verib. CnH2n plus 1 CHO. Mən də aşağıdan yazım ki, çünki orada bulanlıq düşüb. Deyir hidrogen atomların sayı 4'dür. Hidrojenə baxıram 2n plus 1 burada, biri də burada. Yəni 2n plus 2 sayda hidrogen var. 4'ə bərabər eləyim görüm n-in sayı nə qədərdir. 4'dən 2 çıxıram. 2, n də bərabərdir 1. Gətirib burada ehtiyatlı oluruq. Cavab elə 1 eləməkdir. Çünki bizdən karbon atomlarının sayını istəyir. Gətirib yerinə qoyanda belə bir şey olacaq. CH3, CHO. Görürsünüz, həm burada bir karbon var, həm burada. Ona görə doğru cavab 2 eləyəcək. Ehtiyatlı olmaq lazımdır. 86'da deyir ki, reaksiya verib, xlor 2 üstəgəl su, alınır H-xlor, bir də H-xlor O. Reaksiyaya aid doğru ifadələri müəyyən edin. Deyir, xlorlu suyun alınma reaksiyasıdır. Bəli, xlor suyuna gedəndə xlorlu su alınır. Yəni, bu alınan xlorlu sudur. 2-də deyir, xlorlu əhəngin alması. Xeyr, əhəng kalsium OH2 ilə gedən reaksiyadır. Bu olmaz. 3-də deyir, xlorid və hipoxlorid turşuları əmələ gəlir. Bəli, bu xloriddir, bu da hipoxloriddir. 3 doğrudur. 1-i 3. 4-də deyir, oksiləşmə reduksiya reaksiyasıdır. Bəli. Xlor bəsit haldadır. Bəsit ya reaksiyanın sonunda ya sağında bəsit maddə varsa avtomatik oksiləşmə reduksiyadır. Ona görə bu da doğrudur. 1, 3, 4 olacaq. 5-də deyir ki, xlorid və perxlorat alınır. Xeyr, perxlorat H-xlor o 4-də olmaz. 87-də gəlir. Deyir, doymuş bir atomlu alifatik spirtlərin nümayəndələrin molekulunda atomların sayının neçənci nümayəndəsidir. Bulanlıq düşüb bu. Bircə dəqiqə. Doymuş bir atomlu alifatik spirtlərin, yəni mən gördüyüm qədərlə ikinci nümayəndəsinin molekulunda deyil. İkinci nümayəndəsi C2H5OH etil spirti yəni. Formulları belədir. CnH2n plus 1 OH. İkinci nümayəndə dedik. Çünki bunlar birinci karbondan başlayır elə. İkinci karbon dediyi üçün buraya 2 qoydum. Atomların sayına baxsaq 2, 5, 7, 8, 9 dənə 1-ə gedir A. Hidrogen atomların sayı 5 bu, bir də bu 6 dənə. 2-yə gedir D. Polyar kovalent rabitələrin sayı polyar. Bunlarda həm karbon hidrogen arası, həm oksigen hidrogen arası var. Ona görə bunu açmaq lazımdır. Baxın, CH3, CH2, OH. CH arası 5 dənə, karbon oksigen arası 6, bir də OH arası 7. Ona görə 3-ə də uyğun gəlir B. Sonra gəldik bu ətraflı yazılı tələb olunan tapşırıqlara. Buranı silək. 88-ci sualda bizə reaksiya verib 2CO plus O2 alınır 2CO2. Reaksiyasında reaksiya daxil olan və alınan maddələrin mol miqdarının zamandan asılılığı verir. Deyir A-nı, B-ni, bir də ilk 20 saniyədə reaksiyanın CO-ya görə sürətini tapın. Bizə qrafikdə baxaq görək nə verilib. Yuxarıdan aşağı düşən xəttlər verib, bir də aşağıdan yuxarı. Aşağıdan yuxarı qalxan xətt alınan CO2-dir. Biz baxırıq nə qədər alınıbdır? 6 mol. Tez üstünə qeyd edirik. Yuxarıdan aşağı 7-dən düşüb ikisi də. Baxın, bu da 7-dən düşüb, bu da. Amma ehtiyatlı oluruq. Biri çox aşağı düşüb. Çox sərf olunub, yəni. Biri az sərf olunub. Bunu necə tapırıq? 7-ni 2-yə bölürük, 7-ni 1-ə bölürük. Hansı daha kiçikdir? 7-ni 2-yə bölən CO, yəni oksigendən daha kiçikdir. Deməli, ən çox sərf olunan o olacaq. Oksigen nisbətən az sərf olunur. Ona görə baxın, bura B yazıb, bura A yazıb. Bu çox sərf olunan 7-dən A-ya düşən C olacaq. Yəni 7 çıxılsın A. Oksigen isə 7-dən B-yə düşüb. Yəni 7 çıx B qədər sərf olunacaq. Vəssalam. Biz A-nı da B-ni də sərf olunan, yəni A ilə B-ni alınan karbon qazına görə tapa bilərik. Buraya yazıram 2. Bir də bu tənasübdən tapaq. 2-ni 7 çıx B-yə vururuq. Elə bununla bunu ixtisar elə 3. 7 çıx B bərabərdir 3. B-ni sağa keçirdirəm 3-ü sola. Buradan B bərabərdir 4 alınır. B-ni tapdıq. Bir dəfə də bu tənasübdən A-nı tapırıq. Yenə belə eləyək də. Burada bu 2-ləri ixtisar aparaq. 7 çıx A bərabərdir 6.
A-nı sağa keçirdirik, 6-nı sola keçirdirik, A da bərabərdir 1 olur. A-nı da tapdıq, B-ni də tapdıq. Sonra deyir, ilk 20 saniyədə reaksiyanın CO-ya görə sürətini tapın. CO-ya görə sürətini tapın. Aha. Bizə həcm verib, bəli, verir. Baxın, 1 litrlik qab verir. V bərabərdir 1. Bizə saniyə verib, ta bərabərdir 20. Bizə bilir ki, V bərabərdir, nü bölünsün, V vurulsun, delta T düsturu var. Bundan eləyə bilərik. Çünki bizə sürət istəyir. V bərabərdir. Biz CO-nun sərf olunan sürətini nə qədər tapdıq? CO nə ilə işarə olunmuşdu bayaq? Ən çox sərf olunan yuxarıdan aşağı düşən xətt aynı. İndi A-nı biz tapdıq 1. Burada yerinə qoyuruq. 7 əvvəlki miqdarı idi. Aşağı düşdü 1. 1-i artıq qaldı. 7-dən 1 çıxırıq. Deməli, CO-muz 6 mol sərf olunur. Buraya yazıram 6. V-miz 1 litrdir. Saniyəmiz də 20-dir. 6-nı da 20-yə bölürük. 2-yə ixtisar aparsaq 3, 10. 0-10-da 3 sürətimiz. Vəssalam. Gəldik 89-a. 89-a yenə artıq qalmaq məsələsidir. Fosfor kükürlə reaksiya gedir. Alınır P2. Ümid edirəm ki, S5-dir orada. Yəni, əgər düz görürəmsə. Aha, bura düşür 2, bura düşür 5. İkisinin də kütləsini baxın, M verib qrafikdə. Üstünə qeyd elədim. Deyir, reaksiya zamanı maddələrdən biri tam sərf olunur. Biz tam sərf olunanı belə tapırıq da. İkisi də M qramı öz qramlarına böləcək. 2 vur 31, burada 5 vur 32. M bölünsün 62, bir də M bölünsün 5 32-yə vururuq 160. Riyaziyyata görə sürətlər eyni olanda məxrəc kiçik olan böyük, böyük olan kiçik olur. Yəni M böl 62 böyükdür. Deməli fosfor böyükdür. Kükürt kiçik olduğu üçün o tam sərf olunacaq. Deməli bu 17 qram artıq olan böyükdən artıq qalır. Ona görə M çıx 17 qalır. Yazırıq. Yadda saxlayın uşaqlar həmişə. Tam sərf olunanı eləcə M olaraq saxlayırıq. Artıq qalanı nə qədər artıq qalıbsa qramı o yuxarıdakı əvvəl verilən M-dən çıxırıq. Ya baxın çıxdıq. M çıx 17. Vəssalam, bundan sonrası asan da olur. Deyir, başlanğıc qarşının kütləsini tapın. Biz gərək M-i tapaq ki, ondan sonra ikisini də toplasa başlanğıc qarşının kütləsi olacaq. Bu tənasübdən elə M-i tapa bilərik. M-i 62-yə vuram, 62 M bərabərdir. 160-ı da bura vuram, 160 M çıxılsın, 160-ı 17-yə vuram. Beləcə də saxlayın, həmişə ixtisar eləmək. Daha işimiz daha rahat olsun. 160 vur 17-ni sola keçirdirəm. 62 M-i də sağa keçirdib 160-dan çıxacam. 32 oradan 92. İndi gör necə asan da olacaq. İndi burada ixtisarı apara bilsək, 17-ni nəyə vursa axırı 2 ilə bitər, 92 ixtisar gedə bilərmi görək. 3 dəfə 7 21, 4 dəfə 7 28 uyğun gəlmir. Aha, 6 dəfə 7 42. Yox, çox olacaq. Görüm səhv çıxmadım. 8 70 38 98. Ha, 98-dir bu. Hə, 17-ni 4-ə vursaq 4 dəfə 7 28 2 yadda uyğun gəlmir. Bizə dəqiq. Yəqin nəsə hesablama səhv elədim. Hə. Deməli, baxım görüm hesablama səhv eləməmişəm. 62M bərabərdir. 160M çıxılsın. 160 vur 17. Aha. 160-dan da 62 çıxırıq. 98. Bu da doğrudur. Bəs nəyə səhv eləmişik? Yaxşı, 16 ixtisar apara bilsək. 10 qalır burada. 16 ixtisar aparsaq 5 dəfə 6 30. Yox, uyğun gəlmir. 8 dəfə 6 48. Bu da uyğun gəlmir. Bizə dəqiqə. Hə. Deməli, bu hissəni silək. Buradan M-i tapsaq, 160 vur 17 bölünsün 98. Bunu neçə ixtisar aparsaq, bizim işimiz rahat olar. Aha. 2 ixtisar aparsaq 80, 2 ixtisar aparsaq 45, 49. 49 ilə 17-də ixtisar getmir. Aha. Ya burada P2 S3-dür. Mən onu 5 olaraq görürəm. 3 olsa vəziyyət dəyişir. Amma hesablama həmənki qaydadadır. Bir də hesablamaya vaxt getməsin, video uzun olmasın deyə. Yəni yolu belədir uşaqlar. Yəni həmişə bu yolla olur. Artıq qalma məsələləri daha rahat olur da bu yolla belə deyək.
tənasübdən M-i tapsaz, məsələn buradan da M eyni olur. İkisinin də başlanğıcı eyni daxı. M-i tapsaz, 2 M-ləri toplasaq ikisinin başlanğıcını, başlanğıc qarşının kütləsini tapacaqsınız. Alınan PÇ-sin mol miqdarını bəs necə tapırıq? Ta ki ya 3-dürsə ya 5-dirsə. X qoyuruq. M-i tapandan sonra çalışın kükürlə tapın. Məsələn, M-i nə tapsaz, buradan yerinə qoyun. Aşağı yazırım 5 vurun 32 və yaxud 3 molsa 3 vur 32. Burada yazırıq 1 mol. Bu tənasübdən də mol miqdarını tapacaq. Yəni bu formada əldə olunur. Elə çətin həlli yoxdur. Uşaqlar, bəli, mən burada P2 S3-ünü də bir dəfə hesabladım ki, video uzanmasın deyə hər ehtimala yoxladım. Bəli, burada P2 S3-dür. Bununla eləyəndə tamamilə yəni cavabda çıxır. Baxın 3 vur 32 olur. Yenə burada fosfor artıq qalır. M çıx 17. Baxın bu tənasübdən 96 M çıx 96 vur 17 bərabərdə 62 M-ə bərabər elədim. Sonra 62 M-i sola keçirdim. 96-dan çıxdım. 34 M bərabərdir. 96 vur 17-ni sağa keçirdim. Müsbət oldu. 17 ilə 34 apardım. 2 M bərabər 96. M bərabərdir eləyir 48. Vəssalam. M-i 48 tapdıq. Başlanğıc ikisi də M-də axı 48 üstəgəl 48. Başlanğıc qarşının kütləsi olur 96. Sonra deyir alınan PÇ üçün də mol miqdarını tapın. Buraya yazıram X, buraya yazıram 1. Həmən bu 48-dən də elə şükürdün 48-dən də X-i tapacaq rahatlıqla. 3 ilə 48 gedir 16, 16 ilə 32 gedir 2. X də bərabərdir 2-də 1, 0.5 mol. Alınan PÇ üstə 0.5 mol olur. Gəldik sonuncu 90-cı suala. %90-da alken verib, C-in HCl formuludur. Alkaden də C-in HCl minus 2-dir. Bizə deyir ki, hidrogen atomlarının sayı ikisi də A-dır. Baxın, eynidir yəni. Alken homoloji sıranın 3-cü nümayəndəsi. Alkendən ilk nümayəndəsi C2H4-dür. Çünki karbon 2 ilə başlayır. İkinci nümayəndələri C3 olacaq. Üçüncü nümayəndələri onda olacaq C4H8. Bu da deyir, axı ikisində də hidrogen sayı eyni olsun. Onda gərək bunu da hidrogen sayını 8-ə bərabər eləyək. 2-n bərabərdir 10, n də bərabər 5 olacaq. Yəni bu da C5H8 imiş. Bu da tapdıq. İndi bizə deyir A-nı tapın. O hidrogen atomlarının sayını 8-dir ikisində də. Və alkaden molekulunda karbon atomlarının sayını hesablayın. Karbon atomları da 5 dənədir. Vəssalam, bu qədər. Sağ olun uşaqlar, növbəti qəbul izahında görüşənədik.